Uşaqlar üçün ən çətin boşanmanı yaş dövrü yeniyetməlik yaş dövründədir. Ata olmur və yaxud ana olmur və bu uşaqlar çox vaxt ailə qurmaqdan da qorxurlar. Yoldaşının ona vermədiyi dəyəri, hörmətsizliyi, acığını uşaq vasitəsilə çıxır. Bu cütlüyün bir evli qalmasının nə mənası var? Uşağa nə kimi nümunə ola bilərlər? Atanı uşağın gözündən salmaq da uşağın gələcək həyatına çox mənfi təsir göstərir. Ona görə də bu etapda atanın olduğunu bilsin, özünü güvəndə hiss eləsin. Əslində kişi qorxur ki, qadın boşanar, başqa biri ilə evlənər. Alimenti vermək istəmirlər. Tək aliment deyil, o uşağının gələcəyini düşünməyən o qədər atalar var ki. Yəni uşağın nə olacaq, onun bundan sonraki həyatı nə olacaq? Sadəcə alimentlə bitmir axı məsələ. Boşanma sonrası qadınlar daha yaxşılaşır, amma kişilərdə boşanmadan sonraki depressiya daha ağır olur. Sanki birdən ayılır ki, mən neyləmişəm? Hər birinizi xoş gördük, dəyərli dostlar, dəyərli izləyicilər. Bugün sizinlə çox ağır bir mövzudan danışacağıq. Boşanma zamanı və ya boşandıqdan sonra ailədə uşaqların yaşadıkları psixoloji vəziyyətdən danışacağıq. Uşaqları bu psixoloji vəziyyətdə nələr gözləyir və uşaqlar bu ağır travmanı necə keçirirlər və onlara valideyn, yaxın bir doğma olaraq necə dəstək ola bilərik? Müsahibəmizdə bu mövzunu geniş şəkildə işıqlandıracağıq. Studiyamızın qonağı psixoloq Pərvin xanım Hacıyevadır. Xoş gördük. Xoş gördük sizi Necəsiz? də. Çox sağ olun, yaxşıyıq. Siz necəsiz? Çox şükür, yaxşı olasınız siz də. Boşanma öncəsi və boşanmadan sonra uşaqların yaşadıkları psixoloji travmalar hansılardır və valideynlər bu mərhələdə uşaqlara necə dəstək ola bilər? Bizdə bilirsiniz ki, Azərbaycanda bu proses hələ də boşanma mədəniyyəti o qədər də inkişaf eləmədiyinə görə çox ağır şəkildə gedir və bu prosesdə daha çox zədə alanlar, psixoloji yara alanlar uşaqlardır. Çünki onlar həyata yeni atıldığı bir dönəmdədir, inkişaf etdikləri bir dönəmdə olduqlarına görə onlara buradakı hər prosesdəki bütün o problemlər daha çox yaralayır və zədələyir. Əlbəttə boşanma yaxşı bir şey deyil. Əgər mümkündürsə, əgər bir yerdə qalmaq, ailəni davam elətdirmək mümkündürsə, hər halda ailənin birliyi yaxşıdır. Amma orada psixi, fizioloji şiddət varsa, mütləq o ailə bir-birinə nifrət eləyirsə, bir-birinə dözümlülük göstərmirsə, ona görə o ailə dağılmağa məhkumdur. Belə bir mühitdə uşaq böyütmək düzgün deyil. Bu uşağın psixoloji sağlamlığına böyük bir zədə vurur. Boşanmaya hazırlıq bir mərhələsi uzun bir prosesdir. Əslində boşanma prosesi bizdə emosional bir vəziyyətlə gərginləşir. İnsanın hissləri, həddən artıq enib qalxan konfliktlər, söz-söhbətlər insan biraz emosiyalarına nəzarət itirir və burada biraz egolarında savaşı gedir deyə bəzən valideynlər uşaqları unudurlar və öz egolarına qurban gedib uşaqları arxa plana atırlar və boşanma prosesi qutarandan sonra bir də ayılırlar ki, uşağın psixoloji problemləri yaranıb, onun psixologiyasına necə böyük bir zədə vurublar. Ona görə də mümkün qədər bu prosesi mədəni bir şəkildə bitirmək lazımdır və bunun üçün hər iki tərəfin üzərinə böyük bir məsuliyyət və yük düşür. Çünki sən özünü bir geri plana, hisslərini, emosiyalarını, qəzəbini, nifrətini bir geri plana atmalısan və öncə uşağı düşünməlisən. Çünki bizdə valideynlər çox vaxt uşağı ya ataya və anaya qarşı doldururlar, belə deyək. Ataya uşağa təzyiqlər olur, seçim etmək məcburiyyətində qoyurlar uşağı ki, ya atanın ya ananın yanında qal və bunlar da uşağa necə böyük bir zədə vurur. Axı biz ər-arvad olaraq bitirmişik münasibəti. Bizim burada missiyamız bitib, amma biz valideyn olaraq hər zaman o uşağın yanındayıq və ona bu dünyada ən doğma olan insan kimdir? Ata və ana. Və sən ona doğma olan bir insandan əl çəkməyini istəyirsən. Ona sənin münasibətin ona soyuqdur deyə, sənin ona qarşı nifrətin, kinin var deyə o uşağa da onu yükləmək istəyirsən, amma bu uşaq üçün axı ona ən doğma insandır. Baxın görün nə qədər zədəli vurur ona. Ona görə də bu prosesdə mümkündürsə boşanmanı etap-etap başlamaq daha yaxşıdır. Düzdür, bu nə qədər bizdə mümkündür, biraz sual altındadır. Amma burada ata, əgər evdən gedəcək olan atadırsa və yaxud anadırsa, ilk mərhələdə etap-etap getməyi, yəni həftənin bəzi günləri gəlməyi, o evdə qalmağı, uşaqla vaxt keçirməyi ki, uşaq bu prosesə öyrəşsin və onun üçün birdən-birə atanın və ananın yoxluğu böyük bir problem olmasın. İlk mərhələdə bundan başlamaq lazımdır və boşanmanın ilk dövrlərində uşağa vaxt vermək lazımdır ki, o bu prosesə öyrəşsin. Biz istəyirik ki, vəziyyət dəyişib, ailələr ayrılıb, evlər ayrılıb, uşaq birdən-birə hər şeyi qəbul eləsin. Axı bu mümkün deyil. İstənilən hadisəni qəbul etmək üçün bir zaman lazımdır və o zamanı biz uşağa verməliyik. Boşanmada ikinci belə bir şey var ki, uşaqlar çox vaxt özlərini günahkar bilirlər.
ən böyük problemlərdən biridir. Boşanmanın uşaqlarda yaratdığı fəsadlardan biri. Mən olmasaydım bu problemlər yaşanmayacaqdı. Onlar mənə görə boşandılar, mənim üstümdə. Çünki ailədə söz-söhbətin olma səbəblərindən biri bəzən uşaq üstündə də biz konfliktə girə bilirik, razılaşmaya bilirik və uşaqlar düşünürlər ki, mənim üstümdədir. Bunu ona izah eləmək lazımdır ki, bizim boşanmamızda heç bir sənin günahın yoxdur. Biz sadəcə xarakterlərimiz uyğun gəlmədi və yaxud hər hansı başqa bir problem onun yaş səviyyəsinə uyğun şəkildə o problemi izah eləmək lazımdır. Ki, hər hansı bir problem yaşadıq və biz buna görə boşanırıq və o bunu bilməlidir. Yoxsa bu özünü günahlandırma hissi onda ömür boyu davam eləyir. Əslində problem ünsiyyətsizlikdən məncə yaranır. Həm iki nəfər arasında, valideynlər arasında, həm də ki valideynlə övlad arasında olan ünsiyyətsizlik bəzən uşağın daha ağır formada bu dövrü keçirməsinə gətirib çıxarır. Tamamilə doğru deyirsiniz. Çünki burada valideyn düşünür ki, uşaqdır, başa düşmür deyir balacadırsa, ya da artıq yeniyetmə və ya ondan daha yüksək yaşlardadırsa, düşünür ki, özü anlayar. Amma onlar, uşaqlar, bilirsiniz, insan bu həyatda qorxduğu, ən çox qorxduğu şey qeyri-müəyyənlikdir. Sabah başıma nə gələcəkdir? Uşaqlara bunu izah etmək lazımdır. Bəzən onlar bizdən bir söz, bir hərəkət, bir davranış gözləyirlər ki, onlar əmin olsunlar ki, sabah bizim sonumuz nə olacaq? Heç kim bilmir sonunu. Sadəcə bəzən o sözləri demək, bundan sonra bizi nə gözləyir, vəziyyəti izah etmək onları rahatladır. Çünki uşaqlar bəzən düşünürlər ki, əgər atam-anam boşandısa, çox vaxt uşaq anada qalırsa, mən bir daha atamı görməyəcəm. Və buna görə aqressiyalar da yaranır. Əslində bəzən qadınlar buna bu şəraiti yaradırlar uşaqlar üçün. Boşandıq, hə, mən atanı görmürəmsə, sən də görməməlisən. Bəzən uşağın yanında ataya qarşı nalayiq ifadələr, təkrarlı sözlər deyirlər. Əslində bu atanı kiçiltmək, atanı uşağın gözündən salmaq da uşağın, mən fikirləşirəm ki, gələcək həyatına çox mənfi təsir göstərir. Bunu qadında yaradır Xəylə xanım. Burada razı deyirəm, kişi də yaradır. Hər iki tərəf. Qadını buna məcbur edən kişi olur çox vaxt. Bəzən olur. Qadınlar da o egosundan bunu eləyir. Bəzən ki, yox, o mənə bu nələrisə elədi və bunun acığını mən ondan çıxacağam. O qədər gördüyümüz nümunədir ki, yoldaşının ona vermədiyi dəyəri, hörmətsizliyi, evliliyi boyu görmədiyi, tənha qaldığı, görmədiyi o dəyərləri, acığını uşaq vasitəsilə çıxır və onu uşaq vasitəsilə təzyiq edir. Onu göstərməməklə. Və gör nə qədər uşağa zərbə vurur. İlk etapda bunu görmür. Bunun heç bir fəsadını görmür. Bunun fəsadları, o deyir, fırtına bitəndən sonraki var yerdə nə qalıb. Bax, o fəsadları ondan sonra görür. Uşaq böyüdükcə, yeniyetməlik dövrünü keçdikcə, o çətin etapları keçdikcə uşaqda yaranan aqressiya, özünə və ətrafına ziyan vurma, uşaqda sonra diqqət dalğınlıq olur, diqqətsizlik olur, özgüvənsizlik olur. O uşaqların bəzilərinin bu boşanma etabını ağır keçirən uşaqlarda özünə dəyər hissi çox aşağı olur. Özünü başqa uşaqlarla müqayisə etmə hissi olur və özünü daim onlardan daha aşağı görmə, özünü günahlandırma hissi. Bax, bu kimi şeylər onda problemli və daha çox problem, mən bəzilərini saydım və başqa problemlər yaranır ki, bu da psixoloji problemlər yaradır. Bundan sonra Xəylə xanım bir şey də deyim ki, ailədə daim belə konflikt görən uşaqlar və boşanmırsa ailədə, o uşaqların beynində səhv bir ailə modeli qalır. Və bu uşaqlar çox vaxt ailə qurmaqdan da qorxurlar ki, mən də atam-anam kimi olaram. Onun axı gördüyü budur, biz həyat boyu nəyi tətbiq edirik? Öz ailəmizdən gördüyünü və bəzən də o uşaqlar öz ailəsindən gördüyünü öz qurduğu ailədə tətbiq eləməyə başlayır. Əgər ata-anaya şiddət göstəribsə, o uşaq da öz böyüyür, evlilik yaşına gəlib çatanda öz ailəsində onu göstərir. Hər bir uşağa aid deyil. Təbii ki, hər zaman istisnalar vardır. Amma bir çoxu o şiddət görübsə, eyni şeyi, ata-ana evliliyi davam etdiribsə, onun gözündə budur. Anam davam etdiribsə, bu qadın da eləyəcək də, mən də həyat yoldaşım eləyəcək. Artıq qadınlar bir növ dəyərsizləşib. Ona görə də uşağın o heç nəyə baxmayaraq, mən bütün gün təhqir görürəm, mən bütün günü döyülürəm, söylürəm, fiziki, psixoloji şiddət görürəm, amma uşağım amandır, kənarda boynu bükük qalmasın, mənə boşanmış uşaq deməsinlər, mən ailəni davam elətdirirəm. Belə bir şəraitdə böyüyən bir uşağın necə psixologiyası olacaq? Tamamilə dağılmış və onun necə valideynlərinə güvənə bilər, necə bir həyata güvənə bilər. Yəni həyat necə qura bilər? Və bəziləri bunu da görə də qurmurlar. Yenə deyirəm, bəziləri qursalar belə eyni şeyi öz ailələrində tətbiq edirlər. Təbii ki, boşanma baş verəcək. Hər qadın bu şeyə dözmür axı. Pərvin xanım, mütəxəssislər bildirirlər ki, uşaqlar üçün yaş dövrləri əslində boşanma mərhələsində çox önəmlidir. Elə yaş dövrləri var ki, həmin yaş dövrlərində uşaqlar boşanmanı çox ağır şəkildə travma formasında qəbul edirlər. Bu yaş dövrləri hansılardır? Uşaqlar üçün ən çətin boşanmalı yaş dövrü yeniyetməlik yaş dövründədir. 10 yaşından 15 yaşa,
16 yaşa qədərki mərhələni daha ağır keçirdirlər. Qızlarda bilirik ki, o yeniyetməlik dövrü daha tez başladığına görə daha geniş aralığı biz götürürük. Burada yeniyetməlik dövründə hormonların ifrazı, onların onsuz da emosional vəziyyətləri o qədər də normal olmur da, daim dəyişən hormonal vəziyyət və üstəlik bunun üstünə də boşanma bir prosesi gələndə onlar üçün bu biraz daha çətindir, bu prosesin öhdəsindən gəlmək. Uşaqların daha aşağı yaşlarda, xüsusən o daha 0-2, 0-4 yaşlarında o boşanma prosesini bu qədər də ağır keçirtmirlər. Düzdür, o boşanma mərhələsində, məsələn, çox aşağı yaşlarda boşanıbsa, mütləq o uşaq valideynin biri ilə o əlaqəni yenə də davam elətdirməlidir. Biz həmişə də deyirik ki, qız uşağında bu xüsusilə olmalıdır ki, ata modelini görsün, davam eləsin və görsün ki, ata hər zaman yanındadır. O dəstəyi görsün. Çünki bilirik ki, bizim o şuuraltımızda 0-7 yaş aralığı var da. 0-7 yaş aralığında yaşadığımız hər bir şey ora daha möhkəm qalır və o travmaların çox vaxt nədəni 0-7 yaş aralığında olur. Məsələn, ata-ana dalaşları görübsə, ümumiyyətlə onun həyatında biz ilk etapımızdır da, nəyi yaşayırıqsa o etapda bizim orada ağır şeylər daha dərin izlər qoyur. Mümkün qədər o etapda uşaqların yanında olmaq lazımdır, izah eləmək, öz yaş səviyyələrinə uyğun. Təbii ki, izah eləmək lazımdır. Onlarda bu travma yaratmaması üçün əlindən gələni eləmək lazımdır. Bayaq da dedim, o bəzi etaplar ki, uşaq birdən-birə öyrəş, atanın yoxluğunu görməsin. 4 yaşında bir uşaq, 5 yaşında uşaq birdən-birə atanın yoxluğunu və ya ananın yoxluğunu görmək. Baxın, görün nə qədər onun üçün travmadır. Onun necə güvəni sarsılır. Ata olmur və ya ana olmur. Ona görə də bu etapda mütləq etap-etap keçməlidir. Mümkündürsə görsün, əlaqə yaratsın və atanın olduğunu bilsin, özünü güvəndə hiss eləsin. O uşağı nə güvəndə saxlayır? Ata və ana. Bizim güvəndiyimiz nədir? Onlardır. Ona görə də o etapda mütləq onun yanında olmaq lazımdır. Və uşaq anlamalıdır ki, nə olur olsun, mənim boşanan valideynlərimdir. Onlar artıq ər-arvad olmayacaq. Amma onlar həmişə ata-anadılar. Amma bəzən Pərvin xanım, sözü kəsirəm. Bəzən bir yerdə olsalar belə, yəni uşaq gündəlik ata-ananı görsə belə, hətta boşanmaq deməyə də evli qalsalar belə valideynlər arasında yaranan o soyuqluq, boşanmaya qədər ki, o yaranan mərhələ uşaqda o hissiyat güclü olduğu üçün onu hiss edir. Və boşanmasalar belə uşaqda o problemlər formalaşmış olur. Elə biz ona görə deyirik ki, bax, orada artıq o psixoloji şiddətdən söhbət gedir də. Soyuqdular, bir-birinə nifrət eləyirlər, bir-birinə sözlərlə psixoloji şiddət göstərirlər. Bəzən heç bir sözlə, söhbətlə danışmayan iki cütlüydür. Bax, bu cütlüyün bir evli qalmasının nə mənası var? Uşağa nə kimi nümunə ola bilərlər? Əslində kişi qorxur ki, qadın boşanar, başqa biri ilə evlənər. Qadın da qorxur ki, ata vəzifəsini yerinə yetirməz. Yəni övladına pul verməkdir, aliment ən azından verməkdir. Mən fikirləşirəm ki, bu gün bəzi cəmiyyətimizdə bəzi kişilər var ki, hətta bunu eləmirlər. Eləməyən insanlar var. Qarşılaşırıq, özdə nə qədər desəz qarşılaşırıq ki, alimenti vermək istəmirlər. Bəzən bizdə boşanan kim olur? Qadın çox vaxt uşağı götürüb ata evinə gedir. Tək aliment deyil, o uşağının gələcəyini düşünməyən o qədər atalar var ki. Yəni uşağın nə olacaq, onun bundan sonraki həyatı nə olacaq? Sadəcə alimentlə bitmir axı məsələ. Ona görə də onun bütün bu proses boyu onun yanında olmaq lazımdır və bu boşanma prosesində hər zaman öncəlik uşaqlar olmalıdır. Bizim egolarımız yox. Hər kəs bir-birinin üzərində sanki güc nümayiş elətdirir. Mən bir-birimizi nə qədər yaralaya bilərik boşanmada, amma bu lazım deyil axı. İlk o etapın emosional o hisslər keçəndən sonraki görürsən ki, əslində heç ehtiyacı da yox imiş. Yəni biraz emosiyalarımızı idarə etməyi öyrənsək, biraz səbir göstərməyi öyrənsək, bu proses əvvəl-axır bitir. Xüsusən qadınlar bu prosesdə daha səbirsiz olurlar. Bilirəm, kişilər üçün boşanma qəbul edilməzdir. Qadın boşanmaya qədər bir proses keçir və artıq boşanmaya qərar veribsə, və o bir çox şeylərdən keçib və evliliyi bitirib. Qadın veribsə, bu addımı atıbsa, çox vaxt bunu davam elətdirir. Bu kişi amma düşünür ki, nə qədər təzyiq də eləsə, psixoloji, fiziki şiddət eləsə, qadın susur, dözür, o elə bilir ki, elə bu ömür boyu dözəcək. Xəbər yoxdur ki, hər dəfə etap qadın onu bitirir. Qadın çünki qəfil bitirə bilmir bunu beyində. Ona görə fikir vermisinizsə, o boşanma sonrası qadınlar, boşanma yas terapiyası kimidir də, boşanma sonrası qadınlar daha yaxşılaşır. O etapları, inkar, razılaşma falan, bu etapları, depresiyanı daha rahat keçirdir. Amma kişilərdə boşanmadan sonraki depressiya daha ağır olur. Sanki birdən ayılır ki, mən neyləmişəm?
Kişilər fikirləşir ki, boşandım, həyatım daha rahat olacaq, daha rahat hərəkət eləyə biləcəm, istədiyim hərəkətləri eləyə biləcəm, amma bir müddətdən sonra siz dediyiniz o boşluq ki gələndə. Çünki ilk etapda kişilər gül kimi açır, deyir ki, aha, əla, həyatımı davam eləyəcəm, hər şey əla, amma sonra onlara sonradan çatır ki, ona görə də boşanma sonrasında kişilər daha ağır depressiya keçirdirlər. Amma qadınlar ilk etapda keçirdir və daha sonra yaxşılaşmağa başlayır. Başa düşür ki, daha fiziki, psixoloji şiddət görən bir qadın artıq normal boşanandan sonra necə olacaq? Daha yaxşı olacaq da. Bir də burada qadın və kişi olaraq dözümlülük məsələsini də istərdim danışaq. Qadın ümumiyyətlə güclü bir varlıqdır. Həmişə, yəni uşaq dünyaya gətirirsə əgər bir canlı, həqiqətən o çox güclüdür. Kişi isə qadınlara nisbətən həmişə deyirlər ki, zəifdir. Yəni söhbət fiziki gücdən təbii ki getmir. Psixoloji olaraq boşandıqdan sonra kişilərin bu yaşadığı ağır dönəm. İstərdim ki, bu barədə danışaq. İndi yəqin ki, bizim videomuzu boşanmaq istəyən bəzi kişilər də ola bilsin ki, izləyirlər. Yəni bu dönəmi yaşamamaq üçün siz nə tövsiyə edərdiniz kişilərə? Ağır o depressiv dönəmi. Bəli. Qadınlar yola getsinlər. Bu dönəmi yaşamamaq üçün bilirsiniz, bunu yaşamamağın başqa bir variantı. Aha, bilirsiniz neyini? Yəni öz o borcları var, vəzifə borcları var. Yəni yazılmamış bir qaydalar var da. Əgər o uşağa yaxşı davranırlarsa, həmin qadını ən azı boşanma etapında artıq bir şeylər yaşamısınız və bitib. Bu boşanmanı heç olmasa normal davam elətdirmək və uşağının yanında olmaq, bu onları vicdanın rahatladacaq, vicdanları rahat olacaq ki, yəni mən əlimdən gələni uşağıma eləyirəm. Bəli, biz cütlük olaraq yola getmək, kəşki gedəydik. Artıq əlindən çıxıb gedib, amma öz borclarını, öz məsuliyyətini bilib, o borclarını layiqincə yerinə yetirirsə, o ona biraz rahatladacaq. Psixoloji rahatladacaq ki, yəni ən azı uşağıma yaxşı bir ər ola bilmədimsə də, ən az uşağıma yaxşı bir ata ola bilərəm. Yəni bundan sonrasına baxım. Artıq başımıza gəldi, yaşadıq, bitdi. Elə şeylər var ki, onları unutmaq olmur. O qədər dərin evlilikdə yaralar açır ki, yəni qadın keçə bilmir bəzi şeylərdən. Bəzən kişi də keçə bilmir. Bağışlanmayacaq şeylər olur. Bundan sonrasına baxaq. Alınmadı da bizimki. Hər kəsdə də alınacaq deyə bir şey yoxdur ki. İnsanlar var ki, xarakterləri uyğun gəlmir. Bir evin içində yaşamadıqca siz o xarakterinizin nə qədər uyğunlaşacağını, nələr yaşayacağınızı deyə bilməzsiniz. Bəzən həyat da elə şeylər gətirir ki, onun qarşısında dözümlülük göstərə bilmirsən və bəzən boşanmaya məcbur olursan. Əsas ondan sonrasını nə etmək lazımdır, ona baxmaq lazımdır ki, uşağın hər vəziyyətdə uşağın yanında olmaq lazımdır ki, həyatdan o daha az zədələr alsın. Çünki o etapda o zədə alsa ömrü boyu onu özü ilə daşıyır. Bax, məsələn, biz deyirik ki, boşanma sonrası qadın çox vaxt ata evinə gedir də. O ata evində nənə, baba və yaxud kişinin, oğlanın ata, ana, əmi, dayı, bibi ya ata haqqında, ya da ana haqqında nə layiq ifadələr işlədir, təhqiramiz ifadələr işlədir uşağın yanında. Baxın, o onun üçün nə qədər ağırdır. Çünki onun öz doğmasıdır. Öz atasını haqqında deyirsən və bu onu yaralayır. O anaya qarşı da güvən hissini itirir. Nifrət yaranır. Hə, elə bilir atanı pisləməklə özünü daha yüksəyə qoyuram, əslində anaya qarşı da problem formalaşır. Bəli, elə eyni şəkildə atada da. Bax, belə bir proseslə rastlaşan pasientlər həmişə deyir ki, səbir göstərin və ona vəziyyəti izah edin. Bəzən ata tərəfdən ithamlar edirlər, təhqiramiz ifadələr işlədirlər və qadın gəlir ki, məsələn, mən mümkün qədər səbirli olmağa çalışıram, bu prosesi yola verməyə çalışıram, amma qarşı tərəf daim itham edir. Mümkün qədər deyirəm, səbir göstərin və vəziyyəti uşağa izah edin hər dəfə. Ataya qarşı nifrət yaratmayın. Ata da budur, hisslidir, qəzəblidir və bu ifadələri işlədir. Və görürlər ki, doğrudan da 3 ay, 5 ay, 6 ay sonra yavaş-yavaş düzəlməyə başlayır. Çünki kişi axı ilk etapda deyirəm də qəbul edə bilmir qadının boşanmağını. Və onlarda siz dediyiniz yaxşı bir şey dediniz ki, qorxu var. Başqa bir adam mənim uşağıma atalıq eləyə bilər. Qadın gedər ailə qurar, başqası birdən ona atalıq eləyər. Bu, amma boşanmadan sonra yaranır. Amma bunu kişi həmişə həyat boyu bilsə və bu qorxunu yaşasa, ailənin dəyərini daha yaxşı bilər deyə düşünürəm. Kəşki bunu bilələr. Boşandıqdan sonra ən çox da qız uşağı olan anaları narahat edən problemlərdən biri də evləndikləri, yeni ailə qurduqları kişinin övladına qarşı eləyə biləcəyi deyək zorakılıqlardır. Yəni belə hallar bizim cəmiyyətimizdə də varmı? Bu hər yerdə var. Biz o cütlük terapiyasında hər zaman alanda da deyirlər ki, ehtiyatlı olun. İstər qız, istər oğlan uşağı üçün. Yəni
güvənin, tanıyın o adamı, ondan sonra ondan ailə qurun. İlk etapda çox diqqətli olun, uşağın yanında olun. Çünki o uşağın da atalığı deyək də belə qəbul etməsi üçün bir zaman lazımdır. Hər iki tərəfin bir-birini qəbul etməsi üçün. Bəzən ilk etapda çox yaxşı olur, belə deyək, atalıq, mən qəbul edirəm səni, çox yaxşıdır uşağı, amma zaman keçdikcə, deyək, öz qanından, canından deyilmi deyə, daha sonraki etaplarda problemlər yaşana bilər və bu uşağa tənhalığa səbəb olur, öz daxili aləminə çəkilir və bəzən qadın seçim arasında qalır və bu ailəsinin dağılmaması üçün bəzən uşağından belə deyək də, əl çəkmək deməyək, onu ikinci plana atır və bu etapda çox ehtiyatlı olmaq lazımdır. Həmişə də qadınlara daha çox deyirəm ki, yəni daha çox göz açıq olmaq lazımdır. Güvənin, o adamı tanıyın, hər tərəfli, əgər ikinci dəfə ailə qurursunuzsa. Əslində ikinci dəfə qurmaq ailə daha böyük bir məsuliyyətdir. Ona görə də, çünki sənin tək deyilsən, əgər yanında uşaqların da varsa, sən tək özünü yox, onların da məsuliyyətini daşıyırsan. Ona görə də bu biraz problemlidir bizdə. Əlbəttə ki, ailə qurmaq var, quranlar da var, çox gözəl də atalıq eləyən insanlar var uşaqlarına ki, belə nümunələr də çoxdur. Biz həmişə nədənsə pisi görürük, amma yaxşılar da var. Amma yenə də hər zaman ehtiyat edin və güvəndiyiniz insandan bunu eləyin. Araşdırın, axtarın və müəyyən müddət, o deyir, gözü yumulu getməyin də, müəyyən bir müddət ona vaxt verin özünü göstərməsi üçün. Və bu prosesin də getməsi ilk etapda deyirəm, xüsusən uşaq aqressivlik göstərə bilər atanı qəbul etməkdə. Ata deyəndə atalığı qəbul etməkdə. Amma ona izah etmək lazımdır ki, sənin atan hər zaman sənin ilə öz atan var və onunla istədiyin qədər də münasibət qura bilərsən. O bunu bilsin, o güvəni duysun. Bəzən o düşünür ki, yeni gələn insan mənim atamın yerini alacaq. Və bütün bunları, prosesləri izah etmək lazımdır. Əslində biz ünsiyyəti çox qurmuruq, siz bayaq dediniz ünsiyyət. Biz ünsiyyət qurduqca, izah etdikcə, başa saldıqca, ona bu prosesi izah etdikcə onlar başa düşür. Biz bəzən izah etmək istəmirik. Danışmaq istəmirik. Belə bir məsələ var, deyir, heyvanlar qoxlaşa-qoxlaşa, insanlar danışa-danışa anlaşırlar. Yəni, həqiqətən bu belədir. Yəni, biz danışaraq, ünsiyyət quraraq bir-birimizi anlayırıq. Bir də istəyərdim ki, boşanma öncəsi, boşanmaya hazırlıq mərhələsində, bir də boşandıqdan sonra uşaqları psixoloji məsləhətlərə, psixoloqa necə yönləndirə bilərik? Bu dövrdə, mən hər zaman deyirəm ki, bu dövrdə uşaqlarda, əsas da qadın və kişi bu dövrdə psixoloji dəstəyi alırsa, həmin bu boşanma etapını daha rahat keçir. Əgər psixoloji cəhətdən sağlam bir ata və ana boşanırsa, onların psixoloji sağlamlığı yerindədirsə, onlar uşağa da bu prosesi göstərməyəcəklər. Uşaq daha az zədə alacaq. Yəni, sağlam bir uşaq böyütmək istəyiriksə, öncə öz psixoloji sağlamlığımıza baxmalıyıq. Boşanma sonrası terapiya alan cütlük bu boşanmada yaranan problemləri uşağa daha az əks etdirir və uşaq bu prosesdən daha az yara və zədə alaraq çıxır. Ona görə də mən hər zaman deyirəm ki, mütləq öz psixoloji sağlamlığınıza baxın. Psixoloji cəhətdən sağlam olan bir qadın və ya kişi uşağına da bu problemləri göstərməyəcək və öz emosional vəziyyətinə də nəzarət edə biləcək. Yenə deyirəm, boşanma çətin bir prosesdir. Amma biz səbirli olsaq və boşanmanın əslində bir son olmadığını, boşanma əslində bir başlanğıcdır, yeni bir həyata bir başlanğıcdır anlasaq, bu prosesi daha rahat keçirərik. Bunun üçün də insan psixoloji cəhətdən sağlam olmalıdır. Sağlam bir insan sağlam qərarlar verəcək. İstər özü haqqında, istər övladı haqqında. Ona görə də bu etapda psixoloji sağlamlığa əsas diqqət etmək lazımdır. Ən əsas diqqət ediləsi şey psixoloji sağlamlıqdır. Son olaraq sizə istəyərdim ki, boşanma ərəfəsində olan izləyicilərimizə tövsiyələrinizi verərdiniz. Onlara verə biləcəyimiz tək bir tövsiyə var ki, bu proses bilirik, çətin bir prosesdir, amma bütün ömür boyu davam etmir. Çünki insana elə gəlir ki, bu proses konfliktli vəziyyət çox uzun müddət davam edəcək, həmişə olacaq bu konfliktlər. Səbirli olmağı ilk arzu edirəm onlara, emosiyalarına və reaksiyalarına nəzarət etməyi tövsiyə edərdim. Çünki insan həmin etaplarda çox emosional olur, emosional qərarlar verə bilir, çox kəskin reaksiyalar verə bilir, kəskin davranışlar göstərə bilir. Bu cür kəskin davranışlardan qaçmaq lazımdır. Sonra peşman olacağı addımlar atmaması üçün, uşağının, ən az övladı üçün, onun gələcəyi üçün bu dövrü daha səbirli və emosional vəziyyətinə nəzarət etmiş şəkildə keçirməyini tövsiyə edərdim. Bir daha təşəkkür edirəm Pərvin xanım. İzləyicilərimiz üçün çox maraqlı bir müsahibə oldu. İzləyicilərimizə də bildirmək istəyirəm ki, suallarınız varsa, şərh bölümümüz açıqdır, buyurub yaza bilərsiniz. Təşəkkür edirəm, çox sağ olun. Görüşək. Təşəkkür edirəm. Sağ olun.